Oruc şərəfdir, qardaşlar. İnsanın izzətidir. Allah bununla yalnız vallahi də, billahi də, vallahi də səni şərəfləndirib. Səni izzətləndirir. Alimlər qardaşlarım, oruc mənimdir. Onun mükafatı mənə aiddir. Hədisinin izahında, şərhində bilirsənmi nə deyirlər? Axı biz bilirik, digər bütün ibadətlər də Allahındır. Hər birinin mükafatını da Allah Azza və Cəllə verəcək. Lakin bilirsənmi nə üçün bu qeyd olunub ayrıca? Allah Azza və Cəllə özünə aid eləyib. Mən verəcəm deyir. Mənimdir bu ibadət. Alimlər üstünlük və fəzilətindən biri bilsənmi nə deyir? Allahdan qeyrilərinə, ibadət edənlərdən heç biri və kimsə öz ibadət etdiyi batil bütlərinə oruc ibadəti ilə ibadət eləməyiblər. Bu şərəf sənindir. Çünki digərləri göstərə bilir, pulla verir, qəbrinə, pirinə. Səcdə belə eləyiblər, öz bütlərinə, qurban kəsiblər, qanları axıdıblar, büt daşların qanlara boyayıblar. Amma kimsə oruç tutmayıb öz Rəbbi üçün, batil Rəbləri üçün, batil ilahları üçün. Bu sənin üçün fəxir deyilmi, qardaşım?